Əziz valideynlər, əgər övladınız, yeni doğulmuş uşaq süstdürsə, boşdursa bədəni, inkişafı gecikirsə, diqqətli olun və bizi sonacan dinləyin. Belə ki, süst uşaq sindromu və yaxud hipotonik uşaq sindromu bu bir diaqnoz deyil, bu bir simptoma kompleksdir. Yəni uşağın süst olmasının, ət kimi olmasının altda yatan çox ciddi səbəbləri ola bilər. Bunların bir neçəsi haqqında sizə qısaca məlumat verəcəyim. Birinci, əgər uşaq hipoksik ensefalopatiya ilə beyinə qan sızma, boğulma ilə doğulursa, ilk 6-8 ay boyunca uşaq süst olur, ət kimi olur, başını saxlamağı və oturmağı gecikir. Lakin 1 yaşından sonra bu uşaqlarda əksinə bədənin bərkiməsi, qıc olması, ayaqların qıc olması kimi yüksək tonuslar formalaşmağa başlayır. İkinci, süst uşaqda qorxduğumuz sindromlardan biri onurğa beyni nüvələrinin zədələnməsi ilə, andan gəlmə zədələnməsi ilə gedən SMA dediyimiz spinal muskular atrofiya xəstəliyidir. Bu uşaqlarda ya doğulanda ya 1-3 ay ərzində bədənin ət kimi olması, uşağı qaldıranda əllərimizin arasından uşağın sanki sürüşüb düşməsi, başını, boynunu, kürəyini saxlaya bilməməsi, heç bir iradə hərəkətlərin olmaması şəklində vəziyyətlər yarana bilər və bunu da erkən diaqnostikası uşağın həyatını xilas edə bilər. Bundan başqa anadan gəlmə miastenik sindromlar, anadan gəlmə miopatiyalar kimi irsi əzələ xəstəlikləri də uşağa süstlük verə bilər. Gördüyünüz kimi bu uşaqların, süst sindromlu uşaqların diaqnostikası üçün beyin müayinəsindən tutmuş, qanda əzələ dağılmasını göstərən göstəricilərə kimi, bəzi genetik analizlərə və metabolik analizlərə kimi bir çox vacib müayinələri keçirtmək lazım olur və tam diaqnoz təsdiq olunduqdan sonra problemə uyğun düzgün müalicə aparılır.